İçi su dolmuşdu. Su çiçeği keçirdənlər bilər. Mən şəxsən keçirtməmişdim. Dünənə kimi belə bir şey olduğundan xəbərim yox idi. Səpkilərim çox incidirdi. Göbüş olmaq zaten insanın yatışını kısıtlayır. Yəni çocuk olduğuna görə zaten istədiyin kimi yata bilmirsən. Bir də üstünə səpkilər də yata bildiyim yerlərimi incitdiyi üçün, kürəyimi incitdiyi üçün sol tərəfimi, sağ tərəfimi heç bir tərəfə yata bilmirdim. Axır başladım ağlamağa ki, mən necə yatacağım? Sağa dönürəm, yandırır, sola dönürəm, yandırır. Belim üstə uzanıram, vapşe yandırır. Bədənimdə elə bil ildırımlar çaxırdı dünən, o dərəcə çox incidirdi. Niyə o qədər sancı verirdi, qaşıntı verirdi, anlaya bilmirdim. Üzümdəkiləri də görürdüm, mənim vahimə basırdı. Allaha nətər güclü dua eləyib yatdımsa, yata bildim. Yəni o səpkilərlə yata bildim. Həqiqətən eşitdi dualarımı. Çox çətin bir şey imiş. Kimlər ki bizlə bir yerdə keçirdi, bütün su çiçeği keçirdənlərə, ümumiyyətcə bütün xəstələnənlərə Allah şəfa versin, dəhşət bir şeydir yəni. Çocuklarım da yatıblar. Bu su çiçeği burada yatıb, qolundakı şəhriyarı ilə. Bu burada yatıb. Bu da burada yatıb. Geldi. Oha, qapımız niyə belə döyülür? Şəhriyar da yazıq neynəsin? Arkadaşlar, gecə qızdırmam olub. Saat 7'ye qədər başımın üstündə qalıb. 7'dən sonra mı yatıb, inansız. Buraları təmizlədik, qəşəng. İndi bizim üçün kahvaltı hazırlayır mutfaqda. Bu su çiçəyində yeni bir şey çıxartmışam. Hındıl mürəbbəsi ilə, yəni malina mürəbbəsi ilə yağ. Arkadaşlar, hər səhər mən onu yiyirəm deyə hamı onu yiyir. Nə səsliyə belə, kim çırpır qapının divarı? O nə səsdir aşkım? O ağasının kapısını zaten. Hə? Mən də deyirəm bizim qapını nə əcəb belə döyürlər. Nəysə, haydi bakalım kahvaltı düzəldi. Şəhriyar əminiz kahvaltıya başlayalım.